Əziz izləyicilər, biz mövzunu studiyada çox dəyərli bir qonağımızla davam etdirəcəyik. Qonağımız bizim əziz həmkarımız, televiziya aparıcısı Nailə İslamzadədir. Nailə xanım, sabahınız xeyir olsun, xoş gəldiniz. Xoş gəlmişsiniz Nailə xanım. Xoş gördük sizi. Sizi görməyə çox şadıq. Tamaşaçılar da xoş gördük. Necəsiz? Özünüzü necə hiss edirsiniz? Yaxşıyam, əla. Tək Şükürlər yaxşı olasınız, olsun. sağlam olasınız. Çünki sağlamlıq Sizi gördüm çox vacib. səhər-səhər bu pozitiv simanızı, gülüşünüzü daha da yaxşı oldu. Çox təşəkkür edirik. Biz də sizi gördük, çox yaxşı olduq. Sizinlə ünsiyyət bizə çox xoşdur. Bugün sağlamlıqdan danışırıq. Nailə xanım, sağlam qalmaq çox vacibdir. Biz bilirik ki, siz də bu öz həyat tərzinizə çevirmisiniz. Çox çalışırsınız ki, təkcə bu efirə görə yox, həm də insan olaraq bunu bir prioritetə çevirmək çox vacibdir. Bu aktiv həyat tərzi ilə, belə deyək, seçilirsiniz. Sağlam və formada qalmaq üçün əsas nələrə diqqət edirsiniz? Nələri tövsiyə edə bilərsiniz? Həm bizə, həm tamaşaçılarımıza. Bilirsiniz, bu o qədər geniş mövzudur ki, bilmirəm hardan başlayayım. Bu sağlamlıq həyat tərzidir. Özünüz də bilirsiniz. Baxın, bu veriliş başlayandan, səhər verilişi, mən də təbii ki, bura gələcəm deyə daha tezdən oyandım. Ümumiyyətlə, tez oyananam mən. Gec yatsam da tez oyananam. Bu, öyle bir mexanizmdir, elə bir ki. Hamı danışır. Müsahibələr alırsınız, süjetlər gedir, sağlam yaşamaq nədir? Əslində, elə bir ki, hamı bilir sağlam yaşamaq nədir. Əslində, hamımız bilirik, onu danışırdıq bu. Amma əslində, hamı bilir. Səhərin nədən başlamaq lazımdır, nə yemək lazımdır, sağlam qidadan da çox danışırlar. Amma əslinə gələndə yerinə yetirilmir bu. Bilmək lazımdır. Riayət eləmək məsələsi var. Onu riayət eləmək, yerinə yetirmək lazımdır. Ümumi belə götürsək, sağlamlıq 3 qatlı bir mexanizmdir. Bədən, zehin və münasibətlər. Gözəl dedi Nailə xanım, münasibətlər. Bunlar əlbəttə ki... Bunlar necə xırdalaya bilərik? Bunlar necə xırdalaya bilərik? Bədəni hamı bilir də, bədən düzgün qidalanma və hərəkətlərdən ibarətdir. Düzgün qidalanma deyirik, amma məsələn, deyə bilərlər biz düzgün qidalanırıq. Amma soruşsan ki, nə ilə qidalanırsan? O var. Bilirsiniz, əslində düzgün qidalanma marketdən başlayır. Biz nə alırıq evə? Marketlərdə o qədər aldadıcı şeylər var. Çox. Ona görə orada seçərkən diqqətli olmaq lazımdır. Bunu gördüm, aldım, yığdım, zəmbilə doldurdum, apardım, belə olmur. Keyfiyyətinə baxmaq lazımdır. Onun üzərində çoxunda yazırlar. O zərərli maddələr var da, neçələr. Bax, onlara diqqət eləmək lazımdır. Nitratlar bədənə necə təsir eləyir. Bizim sağlam qidalanma nəyə görə lazımdır ki? Həm insanın gözəlliyinə, deyəndə ki, yox, gözəllik qidalanma ilə olmaz, amma olur. Baxın, dərini qidalandıran damarlardır. Damarlar qidanı hardan alır? Biz nə yeyiriksə ondan alır. Bunlar hamısının elə bir sıx zəncirvari bir-birindən bağlıdır ki, nəyi necə elədiyimiz. Ona görə mən indi burada mütəxəssis deyiləm. Sadəcə olaraq mənim özümün həyat tərzim var. Mən də deyə bilmərəm ki, yox, mənim həyat tərzim düzdür və hamı bunu eləməlidir. Yəni, burada ağıllı göstərməli. İş orası indi hamı ağıl vermək istəyir. Hamı deyir, mən belə eləmək lazımdır. Mən bəzən arada görürsünüz, sosial hesablarımda nə ilə məşğul olduğumu qoyuram. Orada paylaşıram. Xizək sürməyinizi gördüm qarda ən son. Axır vaxtlar az-az qoyuram. İdmanı da qoymuram, məsələn, müəyyən bir şeylərdə. Məndən çox soruşurlar ki, Nailə xanım, necə məşğul olursunuz, nə ilə məşğul olursunuz? Bir cavab verənə qədər istəyirəm oradan bir mesaj ötürüm. Ən gözəli nümunədir. Amma bəzən də doğru anlamırlar ki, bu yaşında bunu eləyir, nəyə lazımdır falan. Nə fərqi var ki, yaşın? Baxın, ən çox indi bədəndən söhbət gedir də. Biz dedik ki, o 3 qatlı mexanizmin birincisi bədəndir də. Ən çox hərəkət lazım olan yaş elə 60-50 yaşından yuxarıdır. 50-60 yaşından yuxarı. Vacib deyil ki, məsələn, ağır idman eləyəsən. Onu eləmək üçün salonlarda biraz güc vermək lazımdır, az da olsa. Amma ağır gücü vermək üçün o gərək cavanlığından məşğul olasan ki, yaşlananda da o yükü daşıya biləsən, ondan hərəkət eləyə bilərsən. Bu olmasa da sadəcə olaraq yaşlı adamlar üçün 60 yaşından sonra, 70 yaşından sonra yox, otağın içində yerimək. Bax, bu dəqiqə 40 yaşından yuxarı qadınların çoxsu pilləkən çıxa bilmirlər. Doğrudur. Niyə?
hərəkətsizlikdən. Elə bilirsiniz, işə getmək, mətbəxdə yerimək hərəkətdir, deyil. Müəyyən bir hərəkətlər var ki, o yükü vermək lazımdır dizlərə. Dizlər, sümüklər ağrımır, sümükləri ağrıdan əzələlərdir. Əzələləri möhkəmləndirmək lazımdır. Bəli. Onu da bir də iş orasıdır ki, bizim həkimlərimizdən çoxundan, mən belə deyərdim, narazılıq deyil, daha çox dərman verməyə meyillidirlər. Axı, o qədər hərəkətlər var ki, o dərmanları 100% əvəz edə bilər. Əlbəttə ki, sadəcə xəbərsizik bəlkə o hərəkətlərdən. İdman böyük bir qüvvədir. İdman o hərəkətlər, xırda hərəkətlərdir. Məsəl üçün, yaşlı, mən daha çox yaşlı, çünki cavanlar o qədər də fikir vermirlər. Deyirlər, biz sağlamıq da. Mən özüm yaşımdakilərdir. Daha çox insan ayaqlarından qocalır. Ayaqlarda müqavimət olarsa, ağrı olmazsa, daha çox hərəkət eləyə bilərlərsə, o qədər də cavansan, o qədər də ayaqlarından, bir də onurğadan insan qocalır. Sahib Xudaverdiyev, beynəlxalq yoga təlimçisi bizim qonağımız olurdu. O da sizin bu ifadəni işlədir ki, əsas ən vacib ayaq. Hə, mən sahiblə məşğul olmuşam biraz. Sibrizdə, orada, Kaspemayerdə, orada biraz məşğul olmuşuq. Gözəl məşğələlərdir. İnanın, o məşğələdən sonra, mən onu dedim ki, mən biraz ayağımda problem vardı, menisk yırtığı vardı. O məni məcbur elədi ki, qatlayayım. Həkim deyir ki, qatlama ayağını, olmaz sənə. Əslində də çox qatlamaq olmaz, amma müəyyən bir hərəkətlər var ki, bax, o menisk yırtığını, o müalicə, əməlli başlı, əməliyyat ən sonda, əməliyyat deyir, menisk yırtığı sağlam bir şeydir. Sağlam bir şeydir. Ona görə, əlbəttə ki, yoga hərəkətlərini evdə də eləmək olar. Vacib deyil ki, onların hamısını yerinə yetirəsən. Özlüyündə əl çatandır da. Yəni, YouTube var, açırsan, istədiyin yerə. Baxın, mən buradan tamaşaçılara deyirəm, xüsusən də 50-60 yaşından yuxarı bizi izləyən tamaşaçılara. YouTube-u açsınlar. Orada, mən daha çox Rusça orada çoxdur. İndi Rusça da hamı bilir də, başa düşürlər. Bəlkə Türk dilində də var. Azərbaycan dilində o qədər yoxdur, belə videolar, heyif ki yoxdur, amma bunu eləyib yerləşdirmək olar. Orada ayaqların və bədənin minimal hərəkətlər var ki, hansı ki insanı həm həyata pozitiv köklüyür, həm sümüklərin sağlamlığına xidmət eləyir və heç kimə möhtac olmursan da. Yaşlı adamın üçün yerimək, getmək, nəyisə qaldırmaq, düşmək, çıxmaq problem olmasın, özünlə məşğul ol. Yəni, ümumiyyətlə, elə yaşamaq lazımdır ki, buna möhtac qalmayasan, bu haqda düşünməyəsən. Yəni ki, məni kimsə aparsın, kimsə gətirsin. Qızıl kimi tövsiyələr Nailə xanım. Əlbəttə ki, insan özünlə məşğul olmağı bacarmalıdır. Bir məsələ də var, çox üzr istəyirəm. Aynur, bu bayaq Nailə xanım dedi, bayaqdan ağımdadır, istəyirəm onu soruşum. Fiziki, zehni və sağlam münasibətlər. Əlbəttə ki. İndi fiziki məsələni də azdan çoxdan hər kəs bilir. Münasibətləri sağlam necə saxlaya bilərik? Bədən, zehin, yaxşı, münasibət sonra keçərik. Münasibətlər də, bilirsiniz, insan müəyyən bir yaş dövrünə gələndə onu başa düşür. Çünki biraz ən çətini məncə oldu. O qədər, məsələn, mən özümü cavan sayıram. Söhbət ondan getmir. Necə hansı yaşda hiss eləyiriksə, baxın, bu da ruhdur da, insan ruh. Cavanlıq deyəndə insan müəyyən bir yaşa gələndən sonra oturuşunu, duruşunu, təbii ki, 20-30 yaşındakı kimi eləmir. Təbii ki, münasibətlər dəyişir. İnsan daha müdrik olur, həyata baxışı biraz fərqlənir, həyatı daha yaxşı dərk eləyir. Siz deyirsiniz ki, münasibətləri bəzən mən baxıram, kiminsə haqqında sosial şəbəkələr əslində insanların fikirlərinin toplusudur da. Baxıram, yazır, çoxları yazır ki, hə, yəqin əri yoxdur, yəqin ki, nə mənada deyəcəm, bunun da altında duran var da, yəqin ki, bunu incidəni yoxdur, yəqin ki, buna hökm eləyəni yoxdur, belə bir şeylər. Bilirsiniz... Amma münasibət təkcə ərarvat deyil, münasibət, qonşu, əlbəttə, incidənlər də bunlardır da, ətrafındakı insanlardır da. Bilirsiniz, onlardan qaçmaq lazımdır. Yox deməyi bacarmaq lazımdır. Məsəl üçün, mən istəmirəm bugün verilişə gəlim, böyük məmnuniyyətlə gəldim. Nə doğma kanalımdır, sevimli aparıcılarım var, niyə də gəlməyim? Məsələn, istəmədiyim yerə getmirəm və açıq da deməyi bacarıram ki, mən gəlmirəm. Nəyə görə? Deyirəm, filan şeyə görə gəlmirəm.
konkret mən bunu deyirəm. Toksik mühitdən uzaq olmaq lazımdır. Toksik mühitdən uzaq olmaq lazımdır. Bəzən çıxa bilmirlər. Baxın, mən uzun müddət ailələr verilişini aparmışam da, 10 il, 9-10 il müddətində. Azərbaycanın dörd bir yanından qadınlardan, kişilərdən də gəlirdi, daha çox qadınlardan. Qadınların problemlərini çox gözəl bilirdim mən o vaxtda. İzləmişəm mən o proqramı. İllərlə izləmişik. Siz cavansınız. Və bunu çox yüksək bizim səviyyədə, evin, ailəmizin ən sevimli proqramlarından elit səviyyədə təqdim eləmişsiniz. Çox təşəkkür edirəm. Tamaşaçılara təşəkkür edirəm ki, artıq 20 ildir efirə çıxmır, amma hələ də çıxmır 20 il efirə. Olmayan veriliş hələ də yaddaşlarda qalır. Demək istədiyim odur ki, o toksik münasibətlərdə yaşamağa məhkumdurlar bəziləri. Çıxa bilmirlər. Uşaqlar üçün çox çətindir. Gənclər üçün ailədən çıxa bilmirlər, axı özlərini yer tutmalıdırlar. Amma ata, ana, qadın, kişi bu münasibətlərdən çıxmağı bacarmalıdır. Bu çox çətindir. O dözmək insanı qocaldan münasibətlər, deyirsiniz ha, qocaldan da münasibətlərdir. Hər gün xoşa gəlməz sözlər eşidirsən, xoşa gəlməz davranışlar görürsən, istəmədiyin insanları görürsən. Bu uşaqlara da pis təsir eləyir, böyüklərə də pis təsir eləyir. Bugün düzələr, sabah düzələr, bir gün çıxmağı bacarmaq lazımdır. Bu yaxınlarda çox gözəl bir xanımın yoldaşına görə böyük bir söz-söhbət başına gəldi. O onu bilirdi, indi çıxmayıb ki, yoldaşının hərəkəti sosial şəbəkələrə yayılır. Vaxtında o ondan ayrılmağı bacarmalıydı. Axı biz niyə kim nə deyər, qonşu nə deyər, qohum nə deyər, bu nə deyər, o nə deyər? Bəzən görürsünüz, bir tərəf ayrılmaq istəyəndə o bir tərəfi inadla deyir ki, yox, ayrılmayacaq. Ondan da çıxmağı bacarmaq lazımdır. Ümumiyyətlə, kim nə deyər məsələsinə qalanda... Ətrafda təsir eləyir, qohumlar, yaxınlar, yox düzələcək. Yox, yaşayırsansa, biz hamımızın həyatında elə toksik münasibətlər olur. Heç kim deyə bilməz ki, amma kim özünü necə qoruya bilir? Bir də bu kim nə deyərlər, biz çətin anda olanda yaşadığımız problemləri biz tək yaşayırıq. O nəsə deyənlər bizim yanımızda olmur. Ona görə bu həyat bizə bir dəfə verilibsə, kimin nə deməyini bir kənara qoyub öz istəklərimizi həyata keçirməliyik. Qadınların məsələn üzərinə çox yük düşür. İstər-istəməz, indi kişilər əsasən görürsünüz qazanc dalınca gedirlər. Uşaqların tərbiyəsi daha çox qadın üzərindədir. Yer, yığış, səhman. Qadın bir də gözünün başını yitirir. Hətta qadınlar da işləyirlər və evdə də işləyirlər. Evə gəlirlər, bilmirlər, neynəsin ora-bura. Amma mən həmişə demişəm, yenə də deyirəm, özünü heç kimə qurban vermək lazım deyil. Məsəl üçün, mən müəyyən dərəcədə qurban vermişəmsə, bu mənim öz istəyimləndir. Və öz seçimimdirsə, mən bunu heç kim başına qalxa bilmərəm ki, mən özümü sənə qurban verdim. Verməz. Amma eyni zamanda da qadınlar, bilirsiniz, özünü sevmək nədir? Özünü sevmək o qədər işin arasında oturub bir çay dəmlə, bir kofe dəmlə, 5 dəqiqə ayağını üstünə aşır, özün üçün bir vaxt ayır, özünə bax. Gündəlik rutin kimi bunu özün üçün 15 dəqiqə özün üçün ayır. İdman elə. İdmanını elə, baxımını elə. Yox, vaxtım yoxdur, mən bunu elə bilmirəm, onu elə bilmirəm. İşdən yorğun gəlirəm, evdə gözləyirlər, yemək pişirəcəm, elə gözləsinlər də. Gözləsinlər. Axı, sən də onları gözləyirsən. Sən də onlardan nəsə gözləyirsən. İnsan özü üçün nəsə eləməlidir. Bilirsiniz, münasibətlər çox çətindir. Çox çətindir və burada özünü seçməyi bacarmaq lazımdır. Söhbət bundan gedir. Biz sağlam yaşamdan başladıq. Sağlam yaşamın ən vacib tərəflərindən biri. Ən vacib tərəfinə. Əlbəttə ki, bu münasibətlər, ona görə mən içəyə bilim, münasibətlər çox vacibdir. Ki, kimlə, istəmədiyin adamla danışma, istəmədiyin yerə getmə, istəmədiyin xəbərləri dinləmə. O qədər negativ xəbərlər var ki. Məsələn, Nailə xanım, siz dediniz, mənim çox, bax, bu yaşla bağlı, mən 30'lu yaşlarımdayım hazırda, artıq 20'li yaşlarımla müqayisədə görürəm ki, bəzi çox şeylər dəyişib. Məsəl üçün, adi dostluq münasibətlərini götürəm. Mənim 20'li yaşlarda mən elə düşünürdüm ki, çox dostum var idi. İndi baxırım ki, mən məsələn dostlarımın sayını da azaltmışam. Artıq biraz həm də vaxt seçmək. Hələ nə yaşınız var ki? Hələ bir 50-60'a çatın, görəcəksiniz ki, aha, ətrafınızda nə az adamlar var. Yəni, biraz həm də bu sağlam münasibət mənə elə gəlir ki, biraz da insan sayının azlığı ilə qaynaqlanır. Yəni, çox insan, çox problem, çox toksiklidir. Yəni, İnsan biraz yaşartdıqca ətrafındakı insanların sayı azalmalıdır. Çox pozitiv insan da ola bilər. Əlbəttə ki, ola bilər. Amma o pozitiv, məsəl üçün sənə o müsbət enerjini verməyən insanlardan uzaq durmaq lazımdır. Və hər kəsi də öz yerini göstərməyə bacarmaq lazımdır. Nailə xanım, əvvəldən belə idiniz, yoxsa zamandan buna gəldiniz? İstər sağlam yaşam olsun, bax, münasibətlər olsun. Yeməkdə əvvəldən beləydim. Yeməkdə əvvəldən beləydim. Münasibətlərdə zaman-zaman formalaşdı.
mən naturaca çox mərhəmətli adamam. Bu da mənə kömək eləyib. Mənim mərhəmətim məni istəməyən müəyyən dərəcədə, məsəl üçün, mənə pislik deməyim də, o hər kəsin həyatında o insanlara yaxşılıq eləmək imkanı verdi. Mən mərhəmətliyəm. Mən elə insanlar olub ki, mənə pislik də deməyim də, pislik başqa adını nə qoyum bilmirəm. Olur, hər birimizin başına gəlir. O qədər mərhəmətlisiniz ki, elə pislik də sözünü də demək istəmişsiniz. O insanlara mən yaxşılıq eləmişəm. Amma mən 64 yaşım var. Bu yaşıma çatıb, çox sağ olun. Mən bir şeyi dəqiq bilirəm ki, bu heç kim deməsin ki, Nailə deyir, belədir. Nəyəsə səbr eləyirsənsə, kiməsə mərhəmət göstərirsənsə, Allah mütləq onun əvəzini verir. Səbrin mükafatı mütləq ki vardır. 20 ildə ola bilər, 30 ildə ola bilər, 10 ildə ola bilər, 5 ildə ola bilər. Amma onun mütləq əvəzini alırsan həyatda. Həm də ki, sağlam münasibətlərdən danışırıq. Bu, bir də ki, o toksik şeyləri içindən çıxarmaqdır. Təmizlənməkdir, arınmaqdır. Daxilini qəbristanlığa çevirməməkdir. Orada ölüləri ölüm nə mənada? Ölmüş münasibətləri. Onları saxlamaq lazım deyil. Sonra kiməsə acığı saxlamaq lazım deyil. Kiməsə kin, nifrət, mən buna mütləq bunu eləməliyəm, beynini onunla yorursan, bax, insanı qocaldan şeylərdir bunlardır. İçdən içə insan öz-özünü yiyir axı, o fikirlərlə, düşüncələrlə. Əlbəttə ki, bir də zehin, bayaq zehin dedik, mütləq insan həmişə oxumalıdır, beynini inkişaf elətdirməlidir. Beynin idmanı deyirlər də buna. Xəstəliyi hardan gəlir bəs? Deməli, beyin passivləşir, ondan Alzheimer xəstəliyi ortalığa çıxır. Onun da bəlirtilərini əvvəlcədən bilmək lazımdır, hardan başlayır. Simptomları çox vacibdir. Bəli, mən daha çox yaşlılardan danışıram bugün. Əslində çox normaldır. Yəni, hər kəs o yaşa gəlib çatacaqdır. Hər kəs gəlib çatacaq. Tək hamıya qismət olsun, gəlib çatsın. Tək hamıya qismət olsun, bəli. Mütləq nə-nəysə beyni inkişaf etdirən, o crosswordu elə belə demirlər, crosswordla məşğul olmaq, nəysə çalmaq, dil öyrənmək, gündə 30-40 səhifə kitab oxumaq. Nəysə yadda saxlamaq. Özünü buna məcbur eləməlisən. Bunlar beyni inkişaf elətdirməlisən. Bir də ki, sol əli inkişaf elətdirmək lazımdır. Maraqlıdır. O da beyni inkişaf edir. Sol beyni, sol yarım kürəsi. Tenis oynayanda sol əllə oynamağa çalışın. Nəysə bir iş görəndə sol əllə. Mən axır vaxtlar daha çox bu sağ çiynimdə biraz vətərlərin qopması olmuşdur. Məcburən hardasa, Ona məcburən yox da, özüm çox sağ olun. Özüm bilərəkdən, ondan sonra sol əlimi daha çox inkişaf elətdirmək istəyir. Nəyəsə el algı. Çünki daha çox alışmışıq sağlıq. Məsələn, mən futbol oynadığım vaxtları xatırlayıram. İndi həvəskar formada dostlarla qolum sınandan sonra başımı buraxmışam uzun illərdir. Müəyyən müddət oynayandan sonra hiss edirdim, solla oynadıqca sol ayağımın inkişafı. Məsələn, əldə o qədər yox idi, amma ayağımda artıq sol ayağımda inkişafı hiss edirdim mən ki, təbii ki, sağ qədər deyil, amma istifadə elədikcə Nailə xanımın sözünə qüvvət olsun ki, inkişaf olur. Solaxay uşaqlar olur ki, onları məcbur eləyirlər sağla işləmək. Məncə eləməsinlər. Və sağ da başlayır işləməyə. Müəyyən qədər olsun, amma solla da, sağla da yazan insanlar var da, hər iki əlinə yazırlar. Yarım kürəsinin inkişaf eləmək əslində çox yaxşı bir şeydir. Bu yaradıcı potensialdır həm də. Bəli, hə. Bir də ki, müvazinətli saxlamağı bacarmaq. Bax, ayağın büdüründə yıxılmayasan. Bunun üçün də ayaqlar güclü olmalıdır. Güclü olmalıdır. Onun da tarazlığı saxlamağında, onun da üsulları var. Üsulları var, əlbət, çox asandır. Məsəl üçün, burada da bir ayağın üstündə dayanmağı bacarmaq lazımdır. Onu dayanmaq üçün də elə bir hərəkət var ki, ayaq üstə dayanıb, məsələn deyirəm, o YouTube-da var ya, bunlar hamısını, mən deməyim də artıqdır bunların hamısında. Bir ayağı qabağa, yana, bir də o bir ayağın arxasına. Belə qabaq, yana, arxaya belə qoyursa, sonra çoxdur burada məşğələlər ki, müvazinəti saxlamaq. İdman salona getmək vacibdir ümumiyyətlə. Belə evdə də eləyə bilirik də. Sözünüz idman hərəkətləri. Əlbəttə ki, zallara ehtiyac yoxdur. O kiçik, böyük yük vermək idmançılara lazımdır. Bir də ki, o müəyyən bir əzələləri formada saxlamaq üçün. Mən elə bir, hər kəsə tövsiyə eləyərdim, elə bir aparatlar var ki, orada bədən neçə faiz sudan, yağdan, əzələdən ibarətdir, onu göstərir. Rahat ölçürlər onu. Onu göstərir, ölçən aparat. Məndə evdə çəkini ölçən o da göstərir.
Ağıllı tərəzi, hə? Elə bir ağıllı tərəzidir, bəli. Və amma daha dərini var, idman zallarında bunlar var. Orada göstərir ki, səndə harda yağlanma daha çoxdur, harda məsələn əzələ çəkimi nə qədərdir. Hansı nahiyyə daha çox işləməli səndə? Əzələ çəki sarkopeniya deyirlər də ona, əzələ itirilməsi. Yaşlanan daha çox əzələdən gedir. Bunu idmanla yox, müəyyən xırda hərəkətlərlə bərpa eləmək olur. Böyük idman lazımdır, elə evdə. Yaxşıdır biz Nailə xanım. Bax, deyirsiniz ki, evdə hər şeyi bərpa eləmək olur. Bəzən insanlarda belə bir düşüncə var ki, əgər mən sağlam yaşamaq istəyirəmsə, bayaq biz Firuzla da bunu müzakirə edirdik. Bu çox baha başa gələn bir məsələdir. Yəni, bunun diyetası, sağlam qidaları, güya ki, bu çox bahalıdır və bunu əldə eləmək o qədər də asan deyil. Yox, elə deyil. Bu mifi biraz dağıtsaq, nə deyə bilərik? Elə deyil, mən deməzdim. Limon bahalı deyil, məsəl üçün cəfəri bahalı deyil. Sonra o meyvələr hamı alır da, onsuz da meyvələri, indi onu bilmək lazım, meyvələr də bilmirsən, xeyirdir, yoxsa ziyandır. Organikliyi çox var. Avokado çox xeyirdir, biraz o bahadır içində. Amma avokadodan çıxış eləyərək bunu deyirəm. Bəli, bir dənə avokadodan deyil. Bir dənə odur baha eləyən, ondakı yarısını yesinlər, 1/4-ni yesinlər. Greyfurt məsələn çox tövsiyə olunur. Greyfurt, amma greyfurt elə baha deyil ki, alırıq da nar alırıq, o birisini içində bunu da almaq olar. Yox, baha deyil. O dəbli salonlara, idman salonlarına getməyə də ehtiyac yoxdur. Evdə çox gözəl hər şeyi eləmək olar. Belə baxanda kalbasa hamısından bahadır, çipslər, zərərli qidalar daha bahadır. Bəli, şirin qazlı sular, onlar ucuzdurmu? Yəni ki, onlar daha bahadır. Sadəcə olaraq o sxemi bilmək. Mən bayaq elə belə demədim də, sağlam qida marketdən başlayır. Bəli. Biz evə ərzaq alanda nəyə alırıq? Bax, ondan başlayır. Belə, yəni ki, öz əlimizdədir hər şey. Bir məsələ deyil, amma istənilən halda bu seçim məsələsidir. Seçim məsələsidir. Bir də insanlarda var, həm də sizdən də bu mövzunu soruşmaq istəyirəm. Hər kəs qrafikdən şikayətlənir. Siz uzun illərdir televiziya sahəsində çalışırsınız və hər birimiz bilirik ki, televiziyada standart bir qrafik yoxdur. Bizim qrafikimiz dəyişə bilir, çəkilişlərin zamanı dəyişə bilir, texniki məsələlər var. Bax, bütün bu sıx qrafikdə həm sağlam qidalanmanı, həm çünki biz gündəlik, yəni ki, siz də eləyirsiniz, rutinə bölürsünüz ki, idmanımı haçan eləyəcəm, kitabla vaxt oxuyacam falan. Bax, bu qeyri-stabil qrafikdə buna necə əməl eləyirsiniz? Hansı tövsiyələr verə bilərsiniz? İndi tövsiyələr müxtəlif yaş dövrü üçün müxtəlif olur. Məsələn, mən sizin yaşınızda olanda çox işləyirdim. Bəzən olurdu, gecə səhər 4-5-ə qədər bayram verilişlərini yazırdıq. Verilişi, məsələn, süjetlər çəkirdim, gəldim, montaj eləyirdim. Evdə uşaq da var axı. Evə gedirdim, məsəl üçün, mən bişirən yeməyi yeyirdi. Qapıya, mama mənə filan şeyi bişir. Təbii ki, bişirirdim ona. Nə qədər yorğun olsam da onu eləyirdim. İnsan həyatda biraz fədakar olmalıdır. Fədakar olmasan, heç nəyi eləyə bilməzsən. O vaxtı, məsəl üçün, mən yürüyüşə çox çıxmırdım, vaxtım çatmırdı və yaxud da ki, çox şeyi bilmirdim. Heç ehtiyacı da yox idi onda. Cavan olanda biraz fərqli olur axı insanda. Ondan sonra siz dediniz ki, necə vaxt tapırsan bunların hamısına? Bəzən çünki dediyiniz kimi uzun qrafik qeyri-stabil olur. Əlbəttə ki, qeyri-stabil olur. O vaxtı məndə belə idi. Ondan sonra getdikcə, indiksə hal-hazırda, öz ailəsi var. Biz özümüz evdəyik, özümüz istədiyimiz kimi rejimi qura bilirik. İşə vaxtı-vaxtında çəkilişimizə gəlirəm. Nə bilim, lazımdırsa müəyyən bir tədbirlərə hara gedirəm və idmanlı vaxt ayırıram. Təbii ki, ayırıram. İnsan istəyəndə vaxt ayıra bilir. İnsan istəyəndə vaxt ayıra bilir. Mütləq, mütləq. Bəzən deyirlər ki, o tənbəllik bir şey var. Onu da deyim ki, hər şey beyindən başlayır. Bəli. Beyindən başlayır. O vaxtı çox olsa da, beyin imkan verməsə, o gedib onu eləməyəcək. Yorğun olsa da, bəzən olurdu məndə, işim elə bir mən həyatımda dövr olub ki, bəli, nazirlikdə işləyəndə 9-da gəlib 6-da çıxırdım. İşte gəlirdim evə, yeməyini yiyib, yorulurdum da. Amma deyirəm, yox, çıxmalıyam. O da mən hər gün yürüyüşə çıxırdım. Deyirəm, yox, çıxmalıyım. Deyirəm, yox, bəlkə çıxmayım. O çıxana qədərdir. Çıxandan sonra özün elə quş kimi hiss eləyirsən. Deyirsən, nə yaxşı ki çıxdın, nə yaxşı ki elədin, bəli. Beyindən gəlir hər şey. İnsanın ümumiyyətlə həyatda hər şey nə düşünürsə, o da qarşısına çıxır.
Bir də Nailə xanım, bugün sosial şəbəkələr çox dəbdədir də. Hamı sosial şəbəkədədir. Dayanmadan adamın qabağına gəlir də. Sağlam yaşamaq üçün bunu elə, sağlam yaşamaq üçün bunu elə. Bax, bunlara qarşılaşan insanlara nə demək istəyir? Çünki çaşbaş qalırsan da. Mən özüm o qədər şey, bu deyəni o birisi təqzib edir. Onun dediyini bu deyir ki, düz biraz deyil. Biraz bu PR marketing hilələri də girib işin içinə. Deyirsən ki, bunun başını buraxım da, ümumiyyətlə baxmayım. Bax, bu çaşqınlıqda qalan insanlara nə tövsiyə edə bilərsiniz? Çaşqınlıq təkcə bu sağlam yaşamla deyil, ümumiyyətlə bütün sahədə, bu dəqiqə informasiya sahəsində də hər yerdə xəbərlərin doğru olmasını şübhə ilə yanaşır. Yəni, yanaşılmalıdır, əslində belədir. Bir xəbər o birisini təksib edir. Doğru olmayan, nəyisə eşitdilərsə, o dəqiqə xəbər götürüb bunu eləyirlər. Buna ötürü xüsusi bir sayt var, mən də evdə var, unutdum adını, məvlə basanda üstünə çıxır. Deməli, orada yoxlayırsan ki, bu xəbər doğrudur ya doğru deyil. Fakt yoxla, belə bir, yox, ingiliscədir, bu dəqiqə yadımda deyil. Onları yoxlamaq olur. O ki, qaldı çox bir. Biri deyir, kofe xeyirdir, o birisi deyir, ziyandır. Limonu günorta iç, səhər iç, ümumiyyətlə içmə və yəni, o qədər fərqlidir ki, fikirlər. Fərqlidir. Ona görə, baxın, hər kəs öz bədənini tanımalıdır. Limonu niyə səhər içmək bəzilərinə olmaz? Çünki mədənin turşuluğu çoxsa, mədədə yara varsa, qastrit varsa, mən həkim deyiləm. Yəni, ümumiyyətlə deyirəm də belə. Ona görə olmayır. Hər kəs fərdi öz bədəninə yanaşmağı bacarmalıdır. Mən deyə bilmərəm ki, Aynur əzizim, sən bunu elə. Sən özün bilməlisən ki, sənin bədəndən nə lazımdır. Nə yeyəndən sonra necə hiss eləyirsən? Necə hiss eləyirsən? Əlbəttə ki. O ki, qaldı yemək, vaxtı-vaxtında yeməməli. Yeməmək hamısından yaxşıdır. Yemək eləmişsiniz xeyirdir. Əlbəttə ki, ac qaldınız daha da yaxşıdır. İnsan mədəsi ac qaldınızsa, su için, su içdiksə, sadə su için. Hətta bir araşdırma var idi. O buterbrodları nə gəldi arasına kalbasa, nə bilim, nə qoyub yiyənə qədər, elə ac qalsanız yaxşıdır. Hətta araşdırma var ki, insan 2 günmü, 3 günmü ac qaldığı müddətcə onun bədəndə hansı proseslər gedir, insan orqanizmində nə qədər problemli yer varsa, bədən fokusunu ayırır onların müalicəsinə. Yəni, ac qalmaq heç də həmişə pis da oruç kimi saxlayırlar da, oruç tutursan sanki saat yemək hissi elədir ki, insana bir görürsən, axşam vaxtı adam yeməyi tutur da. Mən axşam saat 5-6-da yeyirəm, ondan sonra yemirəm də. Bir də görürsən 9-da, 10-da nəsə yemək istəyirəm. Siz pozursunuz elə də, yeyirsiniz. Yox, soyuducunu açırsan, nə varsa baxırsan da, nə orada faydalı şeylər. Marko, kök götürüb yeyirsən, sonra nə bilim, xiyar. Onların ziyanı yoxdur da. Axşam vaxtı o qədər almalar şirin olur. Axşam vaxtı biraz o qədər axşam vaxtı nə şirin yedinsə hamısı gedir şəkərə. Məsələn, şirin şeylərə. Hətta alma, düşünür ki, təbii şəkər olsa belə. Əlbəttə ki, indi almanın da içində təbiidir, təbii deyil, şəkər bilmək olmur. Alma nədən ibarətdir? Normalda təbii olmalıdır. Qəşəng görünürlər. Mən həsrətlə, məsələn, özüm xoşlayıram, nəsə gedib alımda. Marketlərdə olmur, bazarda görsən, o əvvəlki mənim uşaqlığımın almalarına baxıram, hansı biri qurtdu yanı, belə bir qaralan almalar var. Bu daha yaxşısıdır. Çünki alma var gətirirsən, bir ay eyni formada qalır. Yəni, bu belə olmaz. Əkin torpaq sahəsi var, məsəl üçün, onlar özləri həyətlərində əkə bilərlər. Mən çox xoşlayıram. Məsələn, nəsə əkim, orada nəsə götürüm, nəsə biçim. Eləmək. Bu zəfəran çox xeyridir. Mən bu il zəfəranı özüm qurutdum. Bəli, Birgədə aldım. Orada kilo ilə satırlar, çiçəklərini satırlar. Ən yaxşısı odur. Özün alırsan, 1 kilodan haradasa bir 15 qrama yaxın çıxır. O da bəsdir də. Bütün qışı bəs eləyir. Çox xeyirlidir zəfəran. O qədər faydalı şeylər var ki, mən buradan durub, Türklər demiş ki, hocalıq eləmək istəmirəm. Yox, təbii ki, siz şəxsi təcrübəniz dedi ki, ən yaxşısı yeməməkdir. Yaxşısı budur ki, yeməyəsən də. Məsələn, əvvəl deyirdilər ki, səhər yeməyi mütləqdir, səhər yeməyini qəbul eləməlisən. Amma indi çoxu çıxıb deyir ki, səhər yeməyini yeməyin. Yeməyin, səhər yeməyini ötürün. Mən səhər yeyirəm. Niyə belə səhər yeməyini xoşlayıram mən? Uzun illərdir səhərlər yemək yemirəm. İkincisi ki, kimsə səhər-səhər, bax indi siz onu bir təcrübədən keçirin. Səhər-səhər kim limonlu su içirsə, səhər yemək istəmirsiniz də, ona görə yemirsiniz də. Amma səhər yuxudan duranda limonlu su içsəz, mən biraz bal qatıram ki, mədəmə çox ziyan verməsin. 1-2 saatdan, 1 saat yarımdan sonra yuxudan duran kimi içirsən də, insan yemək istəyir.
Aclıq gəlir. Mənim biraz yuxu rejimimin də burada rolu var. Siz səhər 4-dən durub işə Yox, gəlirsiniz. şənbə və bazar günlərdə mən çox gec oyanıram yuxudan. Normalda da məsələn bu rejimə keçməmişdən əvvəl mən çox gec yatan və gec oyanan bir insanam. Ona görə olsa səhər yeməklərinin olsa vaxtını da qaçırıram mən uzun Heyf ki, biz, illərdən. bax, yuxu çox vacibdir də. Bəli, çox vacib məsələdir. Heç bir kosmetik prosedur yuxunu əvəz eləyə bilmir. Yaxşı yatanda insan görürsən ki, üzündə açılır, qəşəng görsənirsən. Amma heyf ki, əməl yeməyin içi qarışıq, əməl eləyə bilmirik də. Siz də əməl Çalışıram, əməl eləməyə çalışıram. Yox, çalışıram, 12-dən sonra qalmayıb yatmağa. Amma 11-də, 11-in yarısında yatmaq alınmır. Amma neçədə yatsam səhər tezdən dururam. Tezdən qalxmaq durmağı sevirəm. Bəli, səhər tezdən oyanırsınız, istənilən 7-dən o halda. tərəfə mən adətən yatmıram. Ən gec yatdığım 7 olur. O da müəyyən bir şeylər var, ona görə lap tez durmaq lazım gəlir bəzən. Ona görə Bu yaxınlarda bir yazı oxumuşdum ki, qadın sağlamlığı üçün səhər saat 6-da oyanmağın faydası nə qədər önəmliymiş səhər saat, xüsusilə xanımlar üçün səhər saat 6-da oyanmaq. Orada onun punktlarla açıqlayırdılar nə üçün. Yenə də deyirəm, indi həkimlik eləmək istəmirəm, amma o bədəndə o müəyyən hormonlar var ki, nə vaxt işləyir, nə vaxt aktiv olur, nə vaxt yatır. O bədənin ritmi var da. O ritmi pozulanda da bütün cavanlıq falan, hamısı bax, hamısı bunun içindədir. Bir vəhdətdir. Yəni elə bir şey deyil ki, mən gedim kosmetoloqun yanına, möcüzə eləsin, möcüzə yaratsın, onu eləsin. Məsəl üçün, möcüzəni cərrah yarada bilər, artıq götürür, məsəl üçün, dərini. Amma ondan sonra da bu da dərinin gözəlliyi demək deyil. O artıq dərini götürür. Amma dərini gözəlləşdirmir ki o. Ona görə o qulluq tamam ayrıdır. Onların içində yeməkdir, yatmaqdır. O qədər belə şeylər var ki, ruhunu cavan saxlamaqdır. Ki bunlar çox vacib. Yaşına uyğun hərəkət eləməkdir. Bəzən mən idman eləyəndə deyirlər ki, bu yaşda bu idman, məsəl üçün. İdmanın da yaşı var. İdmanın da yaşı yoxdur. Sağlam qalmağın da, sağlam yaşamağın da bir yolu yoxdur. Əslində, yəni daha doğrusu yolu var, sadəcə olaraq yaşı yoxdur. Biz sizə çox təşəkkür edirik Nailə xanım gəldiyinizə görə, dəyərli fikirlərinizə görə. Bizim də yolumuza işıq tutacaq. Ümid edirik ki, tamaşaçılarımız üçün də çox maraqlı, çox faydalı məsləhətlər oldu. Söhbət oldu, qəşəng bir söhbət oldu. Çox qəşəng, çox səmimi söhbət oldu hər şeydən vacib olaraq. Bir daha xatırlatmaq istəyirik, hörmətli tamaşaçılar. Biz bugün sağlam qalmaqdan, sağlam həyatdan, sağlam qidalanmaqdan, sağlam yaşamaqdan danışdıq və qonağımız, dəyərli həmkarımız Nailə İslamzadə idi. Biz bugünlük sağollaşırıq artıq. Nailə xanıma təşəkkür edirik ürəkdən. Can sağlığı, Allah ömrünə bərəkət versin. Hələ uzun illər bu sualları biz sizə verəcəyik Nailə xanım. İnşallah. Siz bir öyrədirin gənclərə. Bu yaxınlarda bir video qabağıma çıxmışdı. Elə sosial şəbəkələrin birində belə bir oyatdı da. Orada bir xanımdır, vərəqləyir Instagramı və deyir ki, sən bunun üçünmü dünyaya gəlmisən? Instagram lentini çevirmək üçünmü? Xeyr, vaxtınızı özünüzə ayırın, sağlam qalın və gözəl olsun hər şey. Sabah yenidən görüşəcəyik. Sağ olun. Hələlik.